Ölürəm. Vay hadiyan anam. Biz oligark bir aile olduğumuz için kızlar makaronu yəqin ki uşaq qorxur, qorxmur, ana tərbiyəsi görüb. Anadan icazəsiz əlin vurmur heç nəyə. Çünki o ana tərbiyəsi görüb. Ana, 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 ana. Başa düşürsən? Düz demirəm evladım. Mama sənə nə öyrədib? Süfrəyə böyle oturmamış, kiçik elini uzatmaz. Benim çocuğum öyle bir çocuk. Geleceğim artık. Gel Murat abi. Olmaz. Böyük kiçik yeri bilir o. Bazı uşaqlar kime? Benim çocuğum öyle çocuklardan değil bacım. O acından ölər, mən o süfrəyə gəlməndə məndən icazəsiz əlin etməyə vurmaz. Məndən icazə alacaq. Bu kim listə yatır dondurdu canlımı. Sonra. Su iç. Az yazığı deş olur. Yemek yiyir diye uşaq yazıq olur. Daş sənin səmə başına. Yazıq olsun sən doğduğun əkdüyün. Oo, xəstədir ki bu. Özü yemir də çörəksiz yiyir. Neyini məcburam. Nədən figura saxlayır? Deyir, mənim kök qızlardan zəhləm gedir. Başıma xeyr ay bacı. Ceren yıldız olacak başıma. Şahsıra. Böyle gidecek inşallah. Abdiyeni de indi de məktəbə gidip alim olacak. Ben 7'de gitmişim de okumuşum. Sabahtı. 7 yaşımda gelen iyiydi. Saçımı yıkadım. Şu ver hele. 2 tane sim sallandı. Ha? 2 tane sim sallandı. Neyini? 2 tane sim sallanmış. Sallanır. Ha, eybi yoktur. Tullanacak birazdan. Günahtır mama qurban. Başına dönüm. Afrikada uşaqlar quruyub. Xəbərin var. Onlar bu dəqiqə sənin yerində olmaq üçün nələr verməzlər. Bilirsən, sütü qaynadırlar, hərəsinə bir dənə şey atırlar, verirlər onlara. Gün ərzində ondan qidalanırlar. Çocuğum, evladım. Yazı Bey Beser aile. Sen sana bir şey yok. Sen de izliyorsun. Benim işte o yaşadı. Sen san elbezey, ben tabii gözeyim. Evet, tabii güzel. Yazı bayılım bəsdir day. Sen başla. Anası iyi becər. Sen hala sevecek. Yazı bana onu iyi becərdi. Senin Yazı de. bana onu ölsün. Sen olsun. Aa, yazı bana onu ölsün. Sen. Qismətlə Sen gedirəm. olsun. Qismətlə gedirəm axşam yeməyinə. Zaten işte biz evimizde de sen gel. Hem de oya bura gitmeden yavaş yiyiz. Ora bura getməkdən evdə rahat yeyərik, düz deyir. Evde de hayatta. Evet, bence de. Zaten güçler. Onsuz da qış gəlir. Size siyah olsun. O Sizə canıma soyuq olsun. değsin. Canımıza dəysin. O. Biz evdə yeyirik. Evet. Hem de kulak saçı. Şu anda gösteremem. Uzundu kola çünkü. Çocukdur. Çocuk. Yine dedim. Şaka yadımdan çıktı kola dedim fanta. Kola yeme dedim fanta. Kola yeme dedim fanta. Düşələmsən. Oldu, mənim şalvarım yaşdı. Ben her zaman şey yapmam. Tişa. Oldu, mən eləmişəm. Tanrı məni quş eylə. Kalkıştı. Dede. Dede. Nə deyim? Şeyi devamını.
Tanrı məni quş eylə. Hakşta. Qanadımı quruş eylə. Hakşta. Dar yolda, dar küçədə. Hakşta. Elmasın kız. Güzel. Tanrı məni quş eylə. Uşaqlar hamı səhifəyə takip atsın. Gedək indi o birisində açaq. Kim takip atdı səhifəyə? Takip atın. Bir tane de nenem var. Gördün nənən Kurtkovu bəyənmədi. Aferin, bir dənə nənəm var. Kimdir nənən? Gişen nene. Gülşən nənə. Ay sağ ol. Yasəmən pıx. Tüpürüm sənin kuruğuma Yasəmən. Denən. Denən Bir tüpür. sen gülgün. Ayıp olsun denən sənə. Ab olsun sana. Tərbiyə denən o dünyada nə cavab verəsən az? O dünyada ne cevap vereceksin Naz? Həyasız denən. Hasıl. Elə qışqırmada yüzümüz aqressivləşər. Dam 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 titop çatinleştirik. Boy. Hələ mənim qaynanamın baldızımın, muşumun haqqında mən danışdım, qutardım. Biraz da böyüsün, sezonu uca Aylin başlayacaq. Hə, mama qurban. Ha. Devamçım. Tamam taşıyamız. Başlayacaq uca Aylin danışmağa. 100%, конечно. Oba, qəşəng. Oğlanlardan oynamırsan. Niyə? Kızlarla oynuyorum. Molades mama qurban. Halal oldu sənə. Atdı deyil, bir qismətmiş qatdı deyil. Kırmızı. Gördün? İndi sən qismətlə oynamayacaqsan bir də. Zaten oynamam. Zaten oynamırsan. Abların arası deyib mən indi bilirəm. Nüşün? Ona görə səhər açılandan yığır mənə ki, Aylinlə məni danışdır. Dalaşmısınız? Dostsuz, siz bacı qardaşsınız. Nöş dalaşmısınız? Bacı qardaş. Məhəllə uşağı. Qardaşın sayılır o sənin. Nə oldu Aylin? Qardaşın sayılmır? Hə? Mənə bax, sən nöş oğlanlarla oynamırsan, bir dənə də görüm. Hə? Nəsə deyiblər sənə? Yok. Xətirbə deyiblər? Yok. Neyniyiblər? Hiçbir şey. Məhəllədə qızlar sən sataşanda neynirsən? Hiçbir şey. Sataşıblar et sənə. Bir şey. Yok. Sataşsalar neyniyərsən? Düşem. Küsə. Az küsərən nədir? Bu nə danışır? Heç mənə oxşamadı. Nə küsərəm az? Ha? Senden yazışabilirim. Bu yazışa bilir ana sözü. Səsləşərsiniz, səs atın. Senden yazışabilirim. Evet. Sen onda ben yazma bilmiyorum ses atarsın. Evladım səs atarsın yavrum. Yaxşı. Seni öpürüm Camuş hala. Sağ ol aşkım, biz də səni öpürük. Padırqa da tapdın özünə. Sağ ol. Sağ ol. Benim adım Nilay'dı. Nə gözəl, nə gözəl denən. Ne güzel. Benim 5 yaşım var. Lap yaxşı, deyin ağıldasın. Eyni yaşdasınız. Xala qırban. Hı. Hə. Ritin çox sağ ol. Sağ ol aşkım. Sağ ol. Aylı bu profili görsən bil oldu yaxşı. Edirəm. Görsən nə ağıllı qızım var. Anasına baxır sonra cavab verir. Tərbiyə başqa şeydir. Şuxşan şux. Sənə qaldı. Hə? Gürürsüz. Tam buraya o Ayşen'le oynayanda səni saymırdı. Şimdi sən də onu sayma da. Git Sergey'in oğluyla oyna. Gülküm oğlu var Ruski yazıcının. Gülkümü pullu qaynatan olacaq. Nə yapışmısan bu bırsından? Anon kimi harda acı var ondan yapışırsan. Bilmirsən onu. Hə? Sergey'in oğlunun adı neydi? Oğlunun adı neydi? Kısmet. Sergey'in oğlunda belə fikir qalıb. Hə, Rəsul. Deyirəm Rəsulla oyna da. Rəsul qəşəngdir. Biraz rus dili də öyrənərsən. Gedib yapışıb qismət. Niye yaz kısmet de yakışır. Gedib yapışıb qismət. Heç qismət Aysun'u sayanda bunu saymırdı. Mən bunu aparanda qismət Aysun'u aparmamışdı. Bak qarayana. Hə? Aylin elə şeyləri takılır. Aylin Yasemen'e kıskanır. Yasemen kimdir? Röyan kızı da Yasemen. Röyan qızı kim? Ha. Röyan mənim qaynanam deyil. Az yok. Röyan kızı da Yasemen. Aylin onun kızı. Yasemen kimdir? Təsə çıxır. Kim? Seçkin. Hə? Üflo yoldan.
Aile. Vay sana yaptılar. Geç. Kısmet yazıp ki buna da giyinmişsən Topik. Canlıdadır ay qız. Deyir Topik hoş giyinmişsən. Sən icazə vermir Topik giyinməyə. Günah ona icazə verir. Annem icazə verir. Başa düşmədim də mən. Düşmedim. Bəs mən səni gəlib bir iki gün aparandan sonra nə olacaq? Qismətlə nətər oynayacaqsın? Dene bura gələndə oynayacağım. Görsən o qisməti demişdim ki qızımdan uzaq durayım. Görsən. Deyən indi gedib onun qulaqlarını vuracam. Gözdəsin o. Ailə indi sən məktəbə gedəcəksən də, gələrik. Birdən bir dənə qız gəldi səndən dalaşdı. Məktəbdə sinif yoldaşın. Tutdu sənin saçından. Nə edərsən ona? Müdürə aparayım. Ha? Öğretmene diyerem müdürə aparsın. Öyrətmənə deyərsən müdür aparsın. Gördünüz nə tərbiyəli uşağım var. Əl atmaq əvəzinə gedib müəlliməyə şikayət edəcək. Aferin sənə. Yolmayacaqsan bəs sən onu. Oynayacağım şu müəllime. Hə, yolub sonra deyəcəksən. Onu yolub sonra gedib şikayət edəcək. Hə, indi başa düşdüm. Başa düşdüm. Birdən gücün çatmadı. Onu sonra bir tane ayağıma tekme atarım. Sonra da dedim şikayet ediyorum. Aferin sənə. Gücün çatmasa qismətədir. Qismət ayaq üstə uçur. Almadı da ad günü və heç nə. O necə dostdur. Heç nə olmadı sənə. Ne bileyim var o günde. Bilmir. Deməmişsən. Yok dememişim. Diyecektim ayağımdan çıktı.